Din və siyasət bu ümumiyyətlə bugünkü cəmiyyətdə, elə bütün cəmiyyətlərdə ən maraqlı mövzulardan biridir. Əvvəla gəlin siyasət sözünün öz mənasına baxaq. Siyasət sözünün mənası nədir? Siyasətdə iki məna var. Biri hiylə mənasındadır. Bu indi də öz mənasında, hiylə mənasında daha çox işlənməkdədir. Təəssüf ki, ikincisi isə dövlət işlərini yürütmək üsuludur. Bu anlamda baxanda dinlə siyasət iç-içə ola bilər. Hansı anlamda? Yəni, bu məsələdə əsas dini siyasətə alət eləmək kökündən səhvdir, yanlışdır. Amma siyasəti müəyyən məqamlarda dinə alət eləmək olar. Yəni, siyasətdə məqsəd, məqsədə satmaqdır, yəni. Amma dində, dinin təməl prinsipləri tamam başqadır. Dində təməl prinsiplərə baxanda, siyasətdəki təməl prinsiplərindən bunu müəyyən mənada müqayisə edəndə, biz görəcəyik ki, burada mənalar çox başqadır. Yəni, din haqqı, Allahın, belə deyək, Allahın yanını, Quran nədir? Quran dinin məzmunu kitabıdır. Allah Teala da Quran vasitəsilə, Peyğəmbərlər vasitəsilə öz yanını, belə deyək, öz gizli dünyasını insanlara anladır. Və insanların da bu dünyadakı həyatını ora hesablayır. Yəni, bu din budur. Yəni, insanların əxlaqı, prinsipləri burada əxlaqdır, dində əxlaqdır, dində elmdir, dində fikirdir. Amma siyasətdə nədir? Məqsəddir. Bugünkü anlamda isə, müasir dünyada isə bunlar tamam başqa-başqa anlamlar daşıyır. Yəni, siyasət, dövlət işləri, insanların məlum olduğu kimi yaratdığı konstitusiya, qanunlar vasitəsilə idarə olunur. Dövlət siyasəti istər. Amma belə baxanda, Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin devrində də siyasətdən istifadə olunmuşdur. Yəni, hansı mənada? O mənada ki, o dinə hizmət edirdi. O insanların əxlaqına hizmət edirdi. Bu döyüş məsələlərinə baxaq. Peyğəmbərimizin devrində 82 döyüş olmuşdur. Yəni, bu istiqamətdə. Və orada götürək Əqaba hadisəsini, anlaşmanı, Mədinələrlə anlaşmanı. Yəni, bu siyasətin bu tərkib hissəsidir. Baxın, anlaşmalar, müqavilələr, hətta elçilər, Peyğəmbərimizin dövründə elçilər göndərmişdir başqa dövlətlərə. İran imperatoruna göndərmişdir, Rum imperatoruna göndərmişdir məktublar, yəni dinə dəvət eləyirdi. Amma sadəcə olaraq dinin prinsipləri ilə, deməyəm budur ki, siyasətin prinsiplərində fərqlər var. Bu anlamda da dini siyasətə alət eləmək, dediyim kimi, kökündən yanlış bir fikirdir. Amma siyasəti dinə müəyyən mənada istifadə eləmək siyasətdən, din üçün, hizmət üçün bu baxımdan doğrudur. Yəni, siz demək istəyirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm və digər Peyğəmbərlər bir növ siyasətdən müəyyən mənalarda öz təbliğatları yolunda istifadə ediblər. Siyasətdən o dövlət işlərinin yürütmə üsulu mənasında istifadə ediblər. Hiylə mənasında yox. Bəli, məsələn, Süleyman Peyğəmbər, tutaq ki, Davud Peyğəmbərin həm də Peyğəmbərliklə yanaşı hökmdar olmaları, eyni zamanda bizim Peyğəmbərimizin özünün də ki, eyni zamanda o dini missiyalarından bahəm, həm də deməli dövlət işlərini bunların yürütdüyü, idarə etdikləri var tarixdə. Yəni, siz bu qənaətə gəlibsiniz ki, deməli, Peyğəmbərlər siyasətdən bir növ istifadə edir. Ancaq mən belə düşünürəm ki, yəqin ki, siz demək istəyirsiniz, o siyasətin hiylə tərəfindən yox, tədbir tərəfindən. Tədbir tərəfindən, bəli. Çünki burada bir məsələ var. Hiylə şeytandan gələr, belə deyək. Amma tədbir haqdan gələr. Şeytanın prinsipi nədir? İxtilaf yaratmaq, ara qızışdırmaq, küdürət yaratmaq, insanları bir-birinə vurmaq. Bu hilədir. Burada plan məsələsi var. Amma digər tərəfdə isə, o dövlət işlərinin yürütmə məsələsində isə, tədbir məsələsində isə haqq məsələləri var, əxlaq məsələləri, prinsipləri var. Bu mənada onların işlətdiyi, Peyğəmbərlərin işlətdiyi siyasət tədbir edib bir növü. Çünki sırf siyasətin hiylə mənasındakı anlam plandır eyni zamanda, məqsədə satmaqdır. Çünki götürək müasir elmə baxaq, Machiavellisti siyasətinə baxaq, bütün mənəvi dəyərlərə siyasətə qurban vermək. Bu artıq hilədir, bu artıq yanlış bir yoldur. Amma digər tərəfdə isə, tədbir tərəfində isə əsas insanları qurtuluşa çatdırmaqdır. İnsanların dində məsələ nədir? İman qurtuluşu, imanı qurtarmaqdır. İnsanların imanını belə kamil etməkdir. Əxlaq prinsipləri məsələsi var. Məsələn, dində nədir?
Doğru danışmaq bir ibadətdir. Yalan danışmamaq ibadətdir. Bunlar hamısı əxlaqdır eyni zamanda. İnsanların münasibətlərindəki əxlaq düzənidir. Üstəgəl Peyğəmbərimiz nə demişdir? Vətən istəmək imandandır. Vətənə sevgi məsələləri var. Bu da bir əxlaqdır. Vətən isə nədir? Dövlət eyni zamanda dövlət qurumudur. Yəni bunları bütün mənalarda, yəni bunları bir yerə toplayanda görəcəyik ki, təbii ki, Peyğəmbərimizin, bütün Peyğəmbərlərin işlətdiyi, belə deyək də, üsullar, əgər buna siyasətin ikinci anlamında baxırıqsa ki, dövlət işlərini, düzəni yaratmaq üçün yürüdülən üsul, təbii ki, bu lazımdır, mənə elə gəlir ki.